1 manat 07, 1 manat 07, 1 manat 07, 1 manat. Тоже bacımdan gelirəm görüşməyə. Almaty bacımın burada bir şey aldım. Ramoşkadır bilmirəm. Təzə görürəm birinci dəfə. Dedim ki, patrol gedək. Dedim bacım harada oturur. Astanovka ilə üzbəyiz Skanikada oturur. Dedim görüm harada oturur mənim bu bacım. Bir Astanovka gedib o bir tərəfdə düşmüşəm. Hoş gəlmisiniz. Video başlamamışdan əvvəl abunə olub, bəyənib, yorum yazmağı unutmayın. Herkese selam. Sizi yeni videodan ve yeni bir vlogdan sizi salamlayıram. Uzun zamandır video çəkmədiyim için biraz səsləndirmədə çətinlik çəkirəm. Amma yəqin ki sizin də sevərək izlədiyiniz videolardan da biri olar və artıq bildiyiniz kimi mağazanın adından və vlogun adını gördüyünüz kimi mağazaya artıq daxil olur və mağazanı gəzirik. Ya. Bu topik ama uşaq üçün deyil axı. Bax, ikisi sözünün oldu, qadınlar. Çox özü sintetikdir bunlar. Baxdım da materiala görə gələcək. Bismillah, yıkılmıştım. Hadi davay. Gözəl güzel. Ne ama büyüktü bu? Neçədir bu? Mən iki şeydən almışım, törəm aldım. Ha, 19 manat. Mən mamiyə bu mamalıq sumkadır var. Biz artıq ikinci mərtəbəsindəyik və burada uşaq bölməsi və evə aid olan əşyalar olan hissə idi. Qiymətlərə baxdım, endirimdə olan, yəni qiymətlərdə var idi endirimlər. Sadəcə olaraq mənim uşaqlarıma, yəni ən balaca olan qızıma belə, yəni gediləsi kofta tapa bilmədim. Qızım qara kofta istəyirdi, baxdım, amma razmeri isə balaca idi. Olanlarda çox az qalmışdı. Demək olar ki, yəni razmerlər yox idi, elə eyni razmerlərdən idi. Amma yəni endirimdə yaxşı qiymətə, yəni ümumiyyətcə tapmaq olar. Burada bacım ev əşyalarına baxır. Bundan sonra sizə göstərəcəm. Bacım nələr aldı, neynədi. Bacım getdi səbət gətirmək və mən isə çəkilişimə davam elədim. Nəsə burada videom o qədər yəni yaxşı çəkmirdi. Bilmirəm niyə, yəni fokuslanmırdı. Buna görə üzrü sayın. Ev dekorları, ev əşyaları ümumiyyətcə yəni belə, yəni orta qiymətli demək olar ki, burada hər şey tapmaq olardı. Endirimdə olanlar, yəni münasib qiymətə idi. Çünki endirimdə olanlar yaxşı endirim eləmişdilər. Harasa 30, 38, 40, 50 belə faiz endirimlər yəni var idi. Evə aid olan, mətbəxə aid olan demək olar ki, xırda, yəni nə istəsəniz tapmaq olar. Burada su qabları cürbəcür var. Məsəl üçün uşaqlar üçün endirimdə olanlar da vardı, endirimsiz qiymətlər də var idi. Mən birinci dəfədir gəlirdim. Demək olar ki, bu mağaza mənə Yusk mağazasını xatırlatdı. Demək olar ki, onun bir tık ona oxşar bir mağazadır. Arkası? Ha, onda sadədir. Ha. Yaxşı daxil sonra yemək olur. Bu eminə bənzədir. Bu da əslində yaxşı, 7 manat, bu daha uzundur. Bu daha klasikdir, bu yox. Necə bunlar nə yazır? Altına sabun qabı yazır. Sənin üçün içi qabı yazılmır. Olsun da mən iki istifadə edeyim. Elə. O 15 manat var. So, hansılar o biz tərəf aksesuarlar var. Gedək o tərəfə. Uzun zamandır bacımla planlaşdırırdıq ki, bu mağazaya gələk. Həm də bacım deyirdi ki, sənin üçün də kontent olar və çəkərsən video. Yəni bura məni bacım özü israrla gətirib. Buradan bacıma çox-çox təşəkkür edirəm. Yəni onunla həqiqətən maraqlı bir gün yəni keçirdik. Videonu burada tezləşdirmişəm.
Çünki fikirləşdim ki, sizin üçün yəni sıxıcı bir kontent alınmasın və nələr var bilsiz də, yəni tez-tez yəni göz ucuda baxsanız, yəni başa düşərsiniz ki, nə var. Ən çox mən burada evə aid olan dekorlar olan hissəni çox bəyəndim. Skandinaviya stili dekorlar çox idi. Qəşəng, yekə, geniş, rahat, uyutma eviniz varsa, həmin bu dekorlardan yəni alıb istifadə edə bilərsiniz. Bir də ki, biz burada corablar var idi. Corablar da yəni endirimdə var idi, uşaq üçün, böyük üçün yaxşı münasib, yəni qiymətə. Yəni demək olar ki, çox səsli, yəni pambıq idi. Sen ben neredeyse alacağım. Fincan heç nəsə qeyrət fincan alalım. Yox, istəmirəm. Çox adamsan. Sana. Bacım başladı mühakimə eləməyə. Ama bacım şallar elə rənginə bax. Mən buna baxam. Pijama rənginə, pijama çəvirəm mən şalları. Nə, baxın. Şkodan olaram mən. Bir de bolum olur. Aşkım benim. Alalım. Ha. Koftadan çox kofta var. Ay Allah, Ral tezə doğulanda. Çeşə ya buralarda. Uşaq atelinyasında, yəni körpə uşaq hissəsində geyimlərdə demək olar ki, çox hissəsində yəni endirim vardı və münasib də qiymətə yəni paltarlar var idi. Burada da bacım oğlu üçün çimərli paltarı axtarır, amma təəssüflər olsun ki, həmin paltarı seçdi, tapdı. Sadəcə olaraq yaxa hissəsində defekt olduğu üçün yəni biz onu götürmədik, çünki belə didilmə falan var idi. Kassaya apardıq və kassada endirim eləmədir, biz də götürmədik. Hardan gelmənəcək? Ya, öz arasım az qal. Bacım qoymur da üzünü göstərim, amma yenə də başa düşdünüz. Bacım Santortinadan da şirniyyat alır. Bəli, indi evə gedib dadına baxacaq. Sizin üçün şok çəkəcək. Zəhmət olmasa bəyənib yorum yazmağı unutmayın. Bu qarşılıqlıdır, enerji qarşılıqlıdır. Baxırsınızsa bəyənin, zəhmət olmasa, yorum varsa yorumunuzu yazın. Və mənə bacıma fikir bildirə bilərsiniz ki, necə videolar çəksin, hansı videolar görmək istəyirsiniz, onu deyin. Bir videoda nəyi bəyənmişsiniz, zəhmət olmasa onu da bildirin. Bacım deyir ki, videolarda necəyəm çox qoruyam elə. Bəli, mən düşünürəm ki, anı elə danışım, araya tapmış belə deyil. Sadəcə məncə həyəcanlanır. Mən düşünürəm ki, o günlük vlog çəkdiyi zaman üzərindən səs də yaza bilər və orada maraqlı nəsə danışa bilər. Elə düşünürəm. Mən də bacım mənim izləyicim olduğuna görə onu da nəzər ala bilərik. Bəli. Bacı, sənə belə sual verim də, sual açma. Ən çox Azərbaycanda izlədiyim blogerlər kimdir? Sən ocaq verə bilərəm. Bir ara, məncə indi hal-hazırda Səlibənin enişini bəyənirəm. Bir dəqiqə qoydan çevirim özümüzə tərəf. Hə. De görüm bacı, hansı blogerləri izləyirsən? Mən Azərbaycandan Səlibəli izləyirəm, enişini bəyənirəm. Tanıyanlar var. Sonra Ayxanı bəyənirdim, amma Ayxa bu aralar evlənir. Çox evlilik kontenti çəkir. Hörmət edirəm təbii ki, onların maraqlı deyil. Çünki artıq evlənmişəm. Evlilik mənim üçün maraqlı mövzu deyil. Hətta evlilikdən düşünürəm ki, insanı yorur. Neysə, buraları Çox girməyək. Bəli, yəni demək istəyirəm ki, uzun müddətli yəni evliyəm. Ona görə o kontentlər mənə görə də maraqlı deyil. Məncə bizə evlilik kontenti maraqlı deyil, amma ailənin videolarında o sadəliyi, onun o danışmanı yəni bəyənirəm. Nəsə iş görəndə arxa planda onun səsini getməni maraqlaşdırır. İşə gəlib onu izləyə bilərəm. Ondan sonra Aysel Şah var. Əslində mən düşünürəm ki, onun videoları mənim çox overdur da, yəni çox overdur. Yəni biraz aşırıdır mənim üçün. Amma həmin xanımın videolarını nəyini bəyənirəm, səs tonunu bəyənirəm. Nəsə iş görəndə arxa planda izləməyi yəni sevirəm. Çox pozitivdir, həddindən artıq. Bəli. Mən düşünürəm ki, və çox da manifestləyir, hər şey manifestləyir. Mən də deyəcəm ki, son zamanlarda enerji çox dəyişir. Çox yüksək sözlər. Daha təkdir, indi daha təkdir. Yəni baxdığım zaman pozitiv enerji düşə bilirəm. Belə gəlir. Bəli. Başqa kim var ki? Başqa da bilmirəm. Bir də ki, başqa bir dənə qız var idi, Əzizə. Əzizə məncə. Əzizə. Əzizə çox belə cici, xanım xatın. Məncə əsl qadın enerjisi olan enerji ondadır. O indi
qarşılayır. Yəni o xanımı da izləyirəm. Elə bu gün onun manifestləmək üçün onun Maldiv şeyinə getməyi Adaları, sevirəm. O xanımın mən həyata belə pozitiv, eşqlə baxmağını sevirəm. Kontentin deyə bilmərəm, amma manifestləməyini çox sevirəm. O yaxşıdır və pişiklərə yemək də verir, heyvanlara yemək də verir. Heyvanlar çox sevir. Bəli, bir də ki, qadın kiçik biznesləri dəstəkləyir, o da çox önəmlidir. Məncə də. Kiçik biznesləri həmişə dəstəkləyir. Yəni o çox önəmlidir. Yəni bir Azərbaycanlı olaraq bir-birinin yəni tərəfini tutmaq, nə bilim, yəni önə çıxartmaq çox gözəl bir şeydir. Bəli. Mən bir dənə demək istəyirəm, düzdür, o buranın cəmiyyəsi, amma Instagramdan mən bilmirəm Tanyana tanıyırsa yox, Sarxananı izləyirəm. Əvvəl təmizi blok kimi gedirdi, sonra adı dəyişirdi. Mən həqiqətən də o qadını yəni çox bəyənirəm. Bizim həyatlarımız fərqlidir, amma mən düşünürəm ki, o qadın çox belə necə deyim, incə, zərif və sakit biridir. Çox belə həşirli, haküblidir. Özü hər şeydə olduğu kimi də qəbul edir. Bəli. Yəni reallığı odur onun. Bəli, bu yaxınlarda yeni evə köçür. Allah xoşbəxt eləsin, can sağlığına qismət eləsin. Yəni ümumiyyətlə mən o qadının total olaraq vibe-ını bəyənirəm və həqiqətən də ondan mən bəzi şeylər öyrənirəm. Məsəl üçün təmizlik vasitələrini məsəl üçün baxıram. Ondan sonra bu yaxınlarda əməliyyat olub. Nüfus aşırı əməliyyat olub, qarın altı götürür ki, o mənim ağlımdadır. Yəni belə şeylər yəni gözəldir. Amma mənim bacım yəni arıqdır, ona heç ehtiyac yoxdur, amma yenə də fikir bacımındır da. Bəli, var. Yəni nəsə belə. Sonra başqa üçün qalmadı da. Başqa dostum izləmirəm məsələn şeylərini. O qədər də. Yəni hələ belə evə gedib çayımızı içək. Sabahınız xeyir olsun. Dünənki alış-verişdən sonra gəldim bacımgilə və bacımgilə qalmışam. İndi isə tezcə özümə kofe hazırlayıb çıxacağam. Çünki kursa gecikirəm. Südünü hazırlayacağım. Çayıcı qızdırmışam. Dünənə o qədər yorğun gəldik ki, bacım sağ olsun yeməksə yedim. Всё. Divanda elə uzanıb elə də yatıb qalmışam. Bir də gecə saat 3 idi. Durdum ki, yəni mən yatıb qalmışam 3-ə qədər. Sonra biraz durdum, oyandım. Biraz yata bilmədim, amma sonra yenə təzədən yatdım. İndi isə dünənki alış-verişimizdən bacım deyir ki, paketdəkiləri göstər. Bəziləri yəni şəxsidir, onları göstərməyəcəm, amma belə olanları sizə göstərəcəm. Mənə qədər alış-veriş elədiyimizdə şəkillər dəstəyini göstərəcəm. Bir dənə kofemi tezcə hazırlayayım. Çünki saat 10-da işləyir. Əslində 9-da istəyirdim çıxım. Çünki bankaya getməliyəm. Bankdan da sonra başqa. Sonra kursa keçəcəm. Ona görə kofemi içə-içə sizə də dünənki alış-verişimizi göstərəcəm. Necə başlayaq? Bacım Roala indirimdə belə bir qəşəng şortik aldı. Çox qəşəngdir rəngi. Materialı da çox qəşəngdir. Pambuğa idi 8 manata 20% indirimlə 10 manatdan düşmüşdü. 8 manata aldım. Mən özüm 2 dənə əşya almışam uşaq üçün. Ahval talıdır deyə onu mən sizə göstərə bilməyəcəm. Amma mən cəmi nə qədər verdim? 10 manat 48 qəpik verdim. Deməli indirimin nə qədər olduğunu sizə deyim də. İndirim hardasa neçə manatdan düşür bu? 60% indirimlə almışam. Birini 3 manata almışam. 60% indirimlə. Birini də elə öz qiymətini almışam indirimsiz. 7 manat 50 qəpik almışam. Sonra sizə göstərim. Mama bu bacım uşaq üçün belə bir albom alıb. Bu albomda sizə göstərim.
uşağın şəkillərini falan. Mən dedim ki, yəni buna 12 ayına qədər olan şəkillərini Yaponiyanı yapışdıra bilər. Başqa bir dənə də albom alıb 28-dən. Onu isə dedim bu 100 dənəlidir. Bunun 15-ə olan albomuydu. Bunun qiyməti səhv eləmirəmsə 10 manat olmalıdır. Sonra bacım belə bir trubuçkalardan alıb, şüşə trubuçkalardır. Bunu da qiymətini sizə çəkə baxıb, yeni çək buradadır, sizə deyirəm. Sonra sizə orada çəkmişdim, belə bir hamam üçün, belə bir yəni Mariya sabun doldurmaq üçün qab aldı. Çəkdə buradadır, sizə göstərəcəm. Sonra bacım 5 manata belə bir corab aldı, qəşək corabdır. Bu da 38% indirimlə 8 manatdan 5 manata düşmüşdü. Çox, tamam, qalan şeylərdə o şəxsidir, onları göstərə bilmərəm. Və biz beləli mamama, bacım, o dilim də dolaşdı nəticə. Belə bir qəşək təmiz pambıqdır. 140-ın 180-də olan təmiz kotondur. Baxın, 100% koton yazılıb. Belə süfrə aldı. Orada rəng, bax, videomda çəkəndə mən göstərəm, burası rəngi qaşıqlar var. Bacım dedi ki, bəlkə cıvıl-cıvıl elə bir şey. Dedim, yox. Bu rəng ondan daha qəşəkdir. Gülüz aldı, çox qəşək və solidni. Mənə qəşək görsənir kuxuna üçün. Məncə bu, bilmirəm də necə, yəni ləkə salar, salmaz onu bilmirəm. Mənə deyək ki, çox rahat, yəni yumaq da olar. Rahat, yəni yuyub, yəni istifadə eləmək olur. Bunu da kuxuna üçün alıb. Məncə çox qəşəkdir. Və bacım alışverişim, mənim alışverişim sizə dedim nə qədər tutdu. Bacımda isə alışverişi 91 manat 92 qəpik tutdu. Deyim də sizə. Sabun ceyni qabını 5 manata alıb. Baxın, bunu 5 manata alıb. Sonra nə idi orada? Çöpləri də alıb, çöpləri 5 manat 49 qəpiyə alıb çöpləri. Foto albomu 9 manat alıb, 899-a alıb. Süfrə səhv eləmirəmsə, süfrə 18 manat 99 qəpikdir. Baxın, bu süfrə, təmiz pambıqların bu süfrə. Mən bacıma dedim, endirimi gözlə. Yəni, lübə vaxt indirim çalırlardı. Orada bəzi şeylərdə indirim var idi. O da dedi ki, yox dedi, alıram mən mamma hədiyyə, o da aldım. Aldıqlarım bu qədər. Yəqin ki, bu videonu mən burada yekunlaşdırım ki, yəni bir videoda yəni başlaya bilim. Bu arada yerim tamamilə telefonda doluydu. Səhər-səhər bir, yəni onlarda bəzi şeylər silmişəm ki, yeni yəni video çəkə bilim. Kameram da üzərimdə deyil. Ümumiyyətlə, mağazaya da kamera ilə girsəm, adamlara da biraz qəribə baxırlar. Ona görə də kamerasız falan yəni getmişəm. Dedim, kamerayla getmək yəni düzgün deyil. Aldıqlarımız da bu qədər. Bacım o məşhur Sinsay dediyi yerə də axır ki gedib, yəni biz çıxa bildik. Bugünlük bu qədər. Sizinlə sağollaşıram. İnşallah yeni bir videoda və yeni bir gündə görüşmək üzərə. Hələlik.